Bir gün bir kamil insandan soruştum. Hayat nedir? Nedir onun mənası? Cevap yerine sualla toqquşdum. Dedi, sen necə duyursan hayatı? Dedim, bir ev tikmək, bir ağac əkmək, bir də bir övlad böyütmək gərəkdir. O gülərək, təbii bunlar vacibdir. Amma bu sadəcə bir mərhələdir. Həyat nə qurmaq, nə də ki toplamaq, nə də ki təkcə bir iz qoymaq deyil. Hər anı duymaq, hər an insan qalmaq, sevmək, yanmaq, amma ki sönmək deyil. Hayat en vacib olan bir məktəbdir. Hər gün bir dərsdir, sonsuz bir sınaqdır. Düşə-düşə qalxmaqsa öyrənməkdir. Səbirlə keçilən uzun bir yoldur. Hərənin öz yeri var bu məktəbdə. Oxuyar ömrünün hər səhifəsini, hayat kitabını vərəqlədikcə bir gün axtarıb taparsan özünü. Minnətdarlıq bildirərək ayrıldım. Lakin bir şeyi mən heç anlamadım. Yol gedə-gedə xeyli fikrə daldım. Axı mən özümü harada tapım? Dedim, bəlkə yolda izlər içində, bəlkə ötüb keçən xatirələrdə, bəlkə də itmişəm sözlər içində, ya da gizlənmişəm yad bir gözlərdə. Bilmədim onda bunun cavabını. Axı çox cavan idim mən o vaxtlar. Cavanlıq qarışdırmışdı ağlımı. Gülməli gəlirdi belə suallar. Düz 30 il keçdi o söhbətimizdən. Değişib bu dünyanın rəngi, halı. Bugün artıq kamil bir çağdayam mən. Bugün tapdım cavabını sualım. İndi bildim niyə bir arif insan mənə cavab verdi bir müəmmalı. Çətin anlayardı onu bir cavan. Çünki heç dən düşməmişdi saçları. Tam cavab vermədi səbəbsiz yerə. Bir ömür yaşadım o sualla mən. O sual böyüyüb oldu bir dərə. Axtarıb tapdım onu zamanla.